Bu həyətə girəndə bilirsiniz nə dedim? Bu nədir qardaş? Möhtəşəm bir ev tapmışam. 365 min manata 4 sot yarımın içində 170 kvadrat Şuvalandayıq. Təqdimata başlayaq. Gəl. Müştərilərimiz Şuvalanda Qrestəyik. Məktəbə yaxın. Uşağımızın dərdi falan yoxdur. Ay mən bu uşağı səhər durub məktəbə necə aparacam, dərdi yoxdur. Uşaq peşkom gedəcək, 2 dəqiqəlik yoldur. Bir dənə bu gözəlliyə özünüz baxın. Burada duşu. Kameramız bura gəlsin, zəhmət olmasa. Burada duşu, sanitar qovşağı. Burada yayı da, qışı da rahatlıqla əyləşə biləcəyiniz besetkası. Sol tərəfdə qəşəng düzəldiblər. Əllərimizə sağlıq, ev sahibinə halal olsun. Gözəl bir dizayn verib. Hovuzun uzunluğu 8 metr, eni 3,5, dərinliyi 1,60. Hovuzun yan tərəfində qəşəng düzəldiblər. Bax, yayda burada oturursan, stol stulunu qoyursan, bəh, bəh, bəh. Buradan da bir dənə zəhmət olmasa o gözəlliyi göstər. Göstər, göstər, narahat olma. Düşsün emin, heç nə olmaz. Ben burada bir şey gördüm. Gel bura, gel bura. Buna bax. İlk dəfədir həyətdə belə bir şey görürüm. Evin içində olub, amma həyətdə görməmişdim. Əla. Evin yan tərəfini dövr eləmək mümkündür. Giriş isə mükəmməl. Ya Allah. Bir daha bu qapı xoşuma gəlmədi. Bunu dəyişmək olar. İstidir. Videoda hiss elədiniz o istiliyi. Burada zalı. 38 kvadratlıq zalı. Burada mətbəxi. 28 kvadratlıq mətbəx. Burada yataq otağı. Və özünün sanitar qovşağı. Qapıların hündürlüyü 2,20, tavanın hündürlüyü 3,20'dir. Ev tam isti döşəməlidir. Bütün sənədləri qaydasındadır. İpotekaya yararlıdır. Burada da 2 dənə yataq otağı və sanitar qovşağı var. Burada da bir yataq otağı və sanitar qovşağı. Allah hər birimizə belə evdə yaşamağı nəsib eləsin inşallah. Amin deyə. Qiymətini demişdik də 365 min manat, düzdür? Allah xeyir versin. Ruzunuz bol olsun.